sponsor Hell. Xüsusi sponsor Norm Cement. Sponsorlar İdə Parfümeri, Bakı Holiday Travel. Sosial media partnyoru Idea Factory. Qədir, ay Qədir, qurban olub tez. Görən qızımıza nə olub, hə? Hə, qızımızdan olub gəndə bu telefonla danışanda sənə demədin nə olub? Yox, heç nə demədi. Bir telefonda zarıya dedi ki, mama, papa durmayın, tez gəlin. Qədir, deyirəm görən balanız qızımızı vurub zad eləməz ki. Hə, qələt küçük ha, nə qızımızı vura? Nərbalan başı ona sıram mən. O balanaz var ha, küçük balaca. Götürürəm onu əlimə, balanazla döyərəm Nərbalana. Dur. Balanazla döyərəm. Heç nə bilmirəm, bir onu bilirəm ki, qızımızı bu Nərbalanın qədəsinə verməkdə bədbəxt eləmişik. Hə, bədbəxtdən də ki, neçə il azdırdım bu Nərbalanı. Dedim bir qızımıza kimsə bir elçi gələrdi, başa düşdün? O da heç kim gəlmədi. Dedim qız qalar evdə də ya qapımızı döyən alamadı. Sonra fikirləşdim ki, qız oturub bir siqaret çəkər, nə bilim, içki yazar da başa düşdün? Fikir eləyər də. Ay Qədir, yaxşı görək sən də. İşte, az bu gedirsən, axşama kimi qalacaq burada biz. Tez elə biraz. Əllə yaxlı. İstini. Öldüm mən sizə. Kızım, Melisa. Melisa. Nedir? Melisa. Yazsanız Melisa. Melisa Rus'tadır. Melisa. Kim adı var? Kızım, kartofu geçen yık bala. Bu kartof çok geçen şeydi. Ben görmemişim ki kimse bu kartoftan indiye kimi beze. Yık kızım, bereketli. Yık. Sən kimlərdir dana bezmir? Ay Nərbala dayı, yoruldum İsti bir yandan, kartof da bir yandan. Gördün bunun danışığın. Vay. Eşidirsən bunun danışığın sən. Azaz, sən nə kartof yığdın ki, nə də yorulasan. Az bir meşə kartof yığmamışıq. Sən bunun danışığına bax. Deyirəm ki, Ayşe mama, gene biz Qədir müəllimin elə o biri kızını alaydıq. Niyə? Az ne olsun bir tane əyəcəkdi. Az onun əlləri lapatka boydaydı. Bir tane beni necəydi? Sahən yarısını yığacaqdı kartof. Düzdür, sən Bu elə bir ki pinçeklə yığır. Lakı dağılar. Az işte. Ay kızım, Melisa. Deyirəm ki, ay bala, onda bu anası ölmüş, nə qarsın Şamama? Nə tərk anası bugün də ölmüş. O vaxtı bu mənə gələndə, sən dururdu saat 4'də, 5'də inək sağırdı. Sonra qoyunları göndərirdi axıra. Canım səhidsin, gün orta göyərti yığırdı, dəstəlirdi, göndərirdi Bakıya. Sonra akşam gedirdi kartof yığmağa, sonra bu gördüğün bu alma bağları var, hamısının yeşiklərin Şamama düzəldi. Akşam da yorğun arğın gəlirdi, məndəki öz yerində. Gör mən necə bayamı yarıma dalmışam, Şamka deyil, Şamka. Dayan. Nə dayan? Bütün günü tarlalarda mən işləyirdim, sən yox. Nə oldu? Bütün günü çayxanalarda kişilərlə nerede oynuyordun, veyillənirdin, veyl özdə. Ya,
Yaxşı ki qardaşlarım həyatı başa saldılar sənə. Vay, o- Sonra başladın da tarlada işləməyə. Azərbaycan gençlik haz buradan az. Olmaz o sen eğrimçe kardeşinle. Uzaktan gelende odun peçin okşayır. Gedəz qardaşından danış. Sən gedəz qardaşından danış. 100 yaşı var yapışıb sənin yanından. Ay, ya sen o ceyran peçin okşayan kardeşinle pis görsen ne? Ne olur sen mənim qardaşıma? Sen masala parçayla vuraram seni. Səni başımın tasını attırma ha. Protestlərimi çıxardaram ağzından. Ya sen yine gel o kaşlarını alan kardeşinden danış. Gedəz qardaşından. Yan var fevral getir gelende, yan var fevral. Ama bak. Kim kəsdin qardaşından danış. Görəm qardaşım. Ay Kadir Melim, hoş gelmişsiniz, hoş gel. Kadir, gel öpüm seni, ay Kadir Melim. Diyan ha Nəriman ha diyan. Gəldi evə, gördü evdə yoxsuz. Yani, Qonşular dedi ki, gəlmisiniz tarlaya. Xeyr ola, tarlaya nə iş gəlmisiniz ha? Kadir Melim, gelmişik kartof yığmağa. Sen gedende de bir maşok atarıq maşına apararsan. Ha lazımdır ha, Bakıdan bir ilimi alıram da. Lazımdır ha. Menden bir manattan götür. Ha maşın toz olur lazımdır. Ay Qədir, qızımızın əllərdə bax. Bunlar Oksfordu bitirən qızımıza kartof yığdırırlar. Ay Nazənin bacı, qurban olumsa. Kartof yığırdana kötənə ha qoşmamışıq qızı. Ay Nərbala. Yani, Sən bilirsən mənim qızım Oksfordu qırmızı diplomla qurtarıb. Bəli. Hə, mən Bakıdan qızıma kitablar gətirmişəm, ingilis dilində kitablar. Və mənə, sən bilirsən bu nə kitablardır? Victor Hugo'nun. Sonra nədir o? Johann Wolfgang, Daha demirəm də, indi ayıbdır da arvad uşaq var. Sən də gəlirsən burada onun təpəsində gündöydü kartof yığdırırsan. Ayıbdır ha? yok Kadir Melim, evvela o kitabları kim yazıbsa Allah canın sağ eləsin. Onu koyduk kırağa. İkincisi o kitablar getirirsiniz ha. O bizim çok elimizden tutur. Ne bileyim bak onları geçen bu pomidor yeşillerinin altına düzürük. Balonların altına koyuruk. İkincisi de ki biz sizin kızınızı mecburi getirmemişik. Gördüm evde beni eğinir durur, bana şeyler inir. Dedim hele boş boşuna eğilmeyden sen bana eğil yerden de kartof kaldır. Hem idman ele hem beni. He. ay Nərbala qardaş, o qızın bir dırnaqlarına bax. 50 manat pul verib o dırnaqlarda. Gör o dırnaqlarda kartof yığmaq olar. Ay Şura bacı. Nazənin xanım. Nazenim hanım, sana kurban olum. Onun tırnaklarına bak, bak bizdi şiş kimi. Elə kakras eğilir, elə bir yeri traktör şumlayır. Elə qaşıyır da yeni. Ay Nazənin bacı, qurban olumsa. Tarlada işləmək vitamin D-dir da, ha? He. Bakıda cəmaat basa-basa gəlir dənizə vitamin D qəbul eləməyə. Vitamindir. Gör nə deyirəm? Yəni. Kartofu yığmaqla nə qədər qalıb? Çox qalıb. Bir damcı qalım, Qədir müəllim, siz də gəlib kömək eləsən tez qutanarım. Kömək. Arvad, qaba kömək eləyək. Kömək eləyək olaraq işdən tez tutasın. Qaba, gəl. Gəl. Can balacan, sən bu hallara düşəsi qız deyildin. Nərbala mənim qapıma gələn günü bir daş düşəydi. Ay Julia bacı. Nazənin. Hə? Nazenin bacı, qarğış eləmə, anan qarğışı tez tutur. Gəlin. Yığ arvad, yığ. Sağ ol Qədir müəllim, sağ ol. Yaxşı yığ. Ay Qədir müəllim, deyirəm sən ördək səni ördək. Hə, ördək olmasa örnək olar, örnək. Hə gəl ördək də, ördək deyir, ördək Ha, deyir. yaxda bax, tez olun, yığın, bax yox. tez olun. Yaxşı, yaxşı. Bax yox. Əldə bir ton şamka. Tez gəl də, hə? Eşşək. Gəl buraya. Boy, hə, balanaz, xoş gəlmisən, hə? Gəl bir görüş məndən. Yox, ay Qədir müəllim, sənin əlin çirklidir, mən sənə salam vermirəm. Ha, bu badalaza bax, ha, deyə əlin kirlidir, ha, ayıb gördə günlərə qalır, mənlə görüşmür. Vay. Ay dədə, kartoflar hazırdırsa eşeğe gətirmişəm. Yükləyək belinə Melisa aparsın satsın bazarda. Melisa, nə? Ha, Nərbala, mənim qızıma kartof yığdırmağın bəs deyil. Sən indi aparas onu satışa, hə? He. Kartof. Ay, mənim qızım alverçidir, hə? Bu nə də? Bu hara göndərəm buna? Ay Qədir müəllim. Nazxanın bacı. Nazənin xanım. Nazenin xanım, keçən dəfə demədiniz ki, ya mənim qızım bazar iqtisadiyyatını qutarıb. Elə mən də bazara göndərirəm ki, onu kartofları satsın da. Bu balaca, bu çöplü soka oxşayan sata bilmir də, anladırlar bunu. Ha. Keçən dəfə bir balaca maşına çıxılan maşın nədir, yığılışda putmur. 4 kisə kartof vermişdi. Bu nə də? Ha, Nərbala. Nədir? Keçən dəfə mən qıza apardım evə ya. Gəldin dizlərimi qoyub mənə yalvarmadın ki, qıza yaxşı baxacağam. İndi sən qızı bazara göndərirsən, hə? Qədir müəllim, mən o dizlərimi bilirsən niyə yerə qoymuşdum? Mənim ayağıma paslı mismar batmışdı. Ona görə yeriyə bilmirdim, dizin gəzirdim. Ha, bunlar düzələn dör, hə? Götür qızı getdi. Gəl bırak. Bırak gel. Gel bırak.
Canım ay ana, canım ay ana. Mənim anam gözəl ana. Bax, biz Teymurazla şərt kəsmişik. Sən pis şey başa düşmə ya, hə. Şərt kəsdik ki, sən bir həftə bizdə qalasan, bir həftə onlarda qalasan. Salam əleykum. Salam, salam. Hə, yəni həftə tamam olub da. Hə, yəni mən gətirmişəm ki, sən Teymuraz gidə qalasan bu gün. Düz demirəm ay mama, düz deyirəm də. Ay oğul, atan sizi orada burada böyütməyib, bir öydə böyütdü. Ay mama, köhnə kişilər başqadır. Biz onlar kimi ola bilmərik. Yaxşı ki, kişi vaxtında öldü. Yoxsa onun arvadının bir həftə bir oğlu saxlamağını görmədi. Yaxşı oldu ki, tez Düz deyirsən, yaxşı ki, tez öldü. Mama, mən səni bura prinsipə gətirmişəm ha. Başqa şey başa düşmə. Prinsipə gətirmişəm ki, o da sənə baxsın. Ay bala elə demə. Ağzımdan söz çıxar anayan da. Belə Allaha xoş gedir, qarışım keçər. Yo, öyle şey demə. Ahıl tutar bizi demə elə şey. Başa prinsipə gətirmişəm səni. Prinsipə, çünki ona söz danışmışam. Bir həftədən Şom deyil la. Şom deyil la ha. Aman gəl. Mama gelip mama. Mama nagalarımın altında ölüm mama. Nagalarımın altında ölüm. Yine seni gördüm yüreğim dağa döndü. Açtı yüreğim. Eridi yüreğim. Sertsam eridi. Mama. Hardasan ay pap. Gör hırda boynuz neviydi. Mama ne pasımı oturuyor. Ne pasımı oturuyor. Bir dəqiqə ya. Nə ağlıysan mamanın ürəyini dağa döndərirsən. Mama istəyən olmuşsan, götür zəmbilləri sal ayətə. Kimi? Mamanı. Mamanı salın nəydə? Ha. Ay kanalizasiya turbası. O nə sözü deyirsən qapını aç, mamanı sal həyətə. Düz deyirəm. Mustavoy danışmamışdıq ki ya. Bir həftə mamya sən baxırsan, bir həftə mən baxıram. Bəs nə oldu? Niyə baxmırsan? Azar oldu. Hakim o? Oldu, çor oldu. Danışdıq da bir həftə mən, bir həftə sən. İndi həftə tamam olub da. Həftə tamam Hadi olub. bax da. Ay qarışqa yeyən həftə haçan tamam olub. Haçan oldu həftə. Adın divatiri, kitiri, piyaz şişim. Keçdi 7 gün keçdi. Əlbəttə. Deyirəm ki mama sənə qurban olaram. Bax necə gəlir keçir adam hiss eləmir. Deyirəm mama pamoy mu eta qiyamətin əlamətləri deyə fikir ver. Qiyamətin əlamətləri vaxtını ötməyi deyil. Qiyamətin əlamətləri budur. İki oğlun arasında aniyə yer yoxdur. Hadi utanırsan, Sən utanan da qalıb ortalıqda Hala ye. unera iş eləyib yerə girirsən. Səni Vay. Azar bax, Ay, davay. səni ay bit sifət, eşidirsən, sifətin bit oxşayır. Anın yazıqdır. Heç olmasa fikirləşdinən ki, mama səni 9 ay qarnında saxlayıb. Sən onu evdə saxlaya bilmirsən. Ayıb Aa, ol. sözə bax. Ay atomla, sən inkubatorsan. Sən də anı 9 ay saxlayıb da. Davay, gir mama içəri baxacaq sənə bir həftə. Keç, uzatma. Qulaq asın, bakacaq elə. Gir içəri. Hara girsin? Ömür boyu biz görmüşük dədə-babadan, dayılarımdan, əmlərimdən görmüşəm ki, ana kiçik oğlunun yanında qalar. Hatta baxam ya. Ay sağ, ona razıyam. Razıyam. Kiçik oğul da öyrənəm, mən baxmalıyam sənə. Bax, Hanı bax. ev? Nə- Evanı evə aldın əlimdən. Baldızım gidə yaşayıram mənə. Sən öyrəşmirsən ey qaynat evində qalmağa. Öyrəşmirsən. Göz səsindən qonşular eşidir. Bütün el aləm səndən. Gözlə Bu məni. eşitsinlər, Gözlə bir məni. yavru olar. Gözlə məni. Bir baxır olsa kişi orada. Deyip adam. Gel belə eləyək. Gel belə eləyək. Tıqa var iş işte o ki, anam boş mama. Bilirsən ki, bir həftə sizdə qalsın, bir həftə. Gözəl bir ataların misalı var. Deyir ki, çiftə bozbaş yaxşı şeydir. Bir gün sizdə, bir gün bizdə. Tamam, tamam. İndi gör, gəl belə eləyək. Mamaya biz adım mesaj, sən bax, adım mesaj mən bax. Yox, lazım. Bir ay səndə, bir ay Mən məndə. səni yaxşı tanıyıram, Hə, bir ay. Sonra deyirsən ki, bir il olsun. Yox. Ne istiyor? Onda Yok. belli. 10 gün sizdə, 10 gün Yok, bizdə. yok. Mən baxa bilməm. Ver sunkalımı. Apar, gəl mamanın sunkalını aparım. Sən görsən nə Gel aparım ama. Bax. Gel mama sunkalı. Baxıram, mən adamım. Yoxsa səndə qalsın. Ay bala. Səni. Gel görüm. Ay sizi. Ay. Tamam. Ziver hala. Bir bura gel. Canım anam. Bura gel. Set damoy. Ben belə görəm. Da. Oğlanların bir qərara gələ bilmir ki, harda qalasan. Eybi yox. Gedək mənlə, bir həftə bizdə qalarsan. Gəl. Yaxşı. Gəl ana, gəl. Bir dakika patajda. Tuda la. Gel. Deyirəm ki, vay mama, evi yox mama, darıq sənin başı, sənin qadalarını alaram mama, başıma da. Deyirəm ki, ay xırda boynuz, hələ də dünyada belə gözəl insanlar qalıb. Allah ömür versin. Ayıp oğul sana Sen sen. kim? Yağmur olduğuma yat şapardım amanın evine ki bir hafta onlarda kalsın. Ya şu deyəndə ki, ataların gözəl bir müsəlim var. Deyir uzaq qohumdan sən Öyle yaxın böyle qonşu şey yaxşıdır. Öz Yaxşı ha. adamımızdır. Sen utanmayacaksın Samasın toyda 5 manat verip anam oğamıza kaz edeceğiz. Yaxşı eləyirəm, yaxşı eləyirəm. 5 manat pul verirəm, ey muğam oxumaq. Tüpürcəklər üzümə. Sənin üzünə tüpürəcək. Elemem, öyle şeyler elemem. Gel gel buradan. Vararam sənlə sən. Bivec İti oğul. geri gel. Bivec Bir dənə oğul. müğənni olaydı, 5 manat Bivec. verəydim. Bu dəqiqə ana muğamı oxuyur. Mənim ürəyim əsir anam. Arvadımın xasiyyəti xəstə ürək xəstəsidir.
Oyma eve adam gelen kimi asması tutur. Sen de vaxtında gel eve. Arvadımın xasiyyəti pisdir də. Elə bilirsən hasatdır. Mam! Hardasan Ayxan? Hardasan? Çöldə olanda necə ürəyim partlayırdı la. İndi gəldim içəri. Burada necə rahatam ala, necə rahatam. Pis odur ki, insanın doğulub boya başa çatdığı yer şirindir də. Rahatdır da onun üçün. Şirin. Ay Şirin, nətərdir, gəl bir öpüm ki. Ala deyən ala, nə məcburdur ala mənə kletkadan öpürsən? Mən neçə ildir içəridəyəm, bayırdan xəbərim yoxdur. Mənə bax, köhnə dostlardan nə xəbər? Ay Şirin, köhnə dostların qiyməti düşür. Qiyməti düşür? Tariyenin qiyməti düşür? Əşi, nə tar yeri? Helin qiyməti düşür. Hel əla, helin qiyməti düşə bilər. Al iç. Əsas odur insanların qiyməti düşməsi. Bəli, vur bədələ. Bəli. Əla bir yalan. Şirin, sən bu barmaqların üstünə çumo yaz, bax. Mın mənası nədir ki? Çumo eləyiblərsə? Saçma sana çom eləyiblər ala. İstəyirsən işim üstə iş gətirin. İşin üstünə iş növün gətirsəni, mənasını soruşuram da. Qılıbı, çumonun mənası çox böyükdür. Hə. Yəni bu çevrədəkilərini unudan mərd olmaz. Bu mənası budur. Ay Şirin, bəzəməyinə yaxşı bəzirsən, intihası o deyil. Mən də əvvəlki qılman deyirəm. Helüt, Onu? Necə odur ala? Helüt. Ala qılı sən çaşmırsan ala. İşimi üstə iş götürüm mən, onu deməyid ala. Buna bax ediyor, o da öyle. Baş sponsor Hell. Geri, deyirəm geri. Gəl. Tələsirik, hələ süpermarketə getməliyik, nə bilim ala, obursa getməliyik, sən nə qədər uğurluq eləməliyik. Tez ol. Deyirəm ki, qabaqcadan demə. Qabaqcadan bizə düşmür. Hamısını bir-bir eləyərik. Bir-bir, bildiğin bir. Ana nə bildiyin biri, bu nə deyirsən? Girib oradan dilir oğlan, nə bilim aparatlar oğlan, sementi şoğruysan. Norum sementidir də, norum sementi. Bildiğin norum. O biri şeyləri hər yerdən tapmaq olur. Amma norum sementi tapmaq olmur. Eşidirsən, norum sementi ilə evi qəşəng izolyasiya eləmək olur. İzolyasiya. Doğru da. Mənim də evimin kakraz bir dəqiqə izolyasiya vaxtıdır. Bildiğin izolyasiya vaxt, ona görə olur. Onda mən onu qoyun bura, mən götürüm də bunlardan da. Aparım onu qaytarım. Qulaq as deyirəm ki, qulaq as. Get bir dənə kamaz danış, kamaz, bildiğin kamaz. Gələk kamazın hamısını daşıyaq aparaq. Gəl belə eləyik. Onda gələk bir daha kamaz oğruyaq. Gələk bura. Bu da yüklü yaparaq kamazla ha. Bəs tutsalar nə deyək, deyirəm nə deyək? Ala tutsalar sementi pulunu verərik də yeysinə də. Doğrudan. Mən getdim də. Elə pulum olsa verib pulla alardım da. Deyirəm pulum olsa verib pulla alardım da. Pulum olsa da pulla alardım da. Xüsusi sponsor Norm Sement. Yazın baharı, ey güzel yarı, dur geçme ama. Yanda hasatdır, bütün bədənim əsir bunu işlədən də. Sən kuş vurmursan, tez ol da beni belə sızın. Neyniyim? Yoxdur. Bunu gedib stomatologdan götürmüsən, nədir bu? Mən stomatolog Nadir'dən götürmüşəm ustada. Hayıfdır dədə baba, əllə qarışdırırdıq, getdik. Ay saltana nə? Diyan. Sal içəri də. Mənə bu arzumam, bu get-gedə o tünd şorlar olur, onu oxşayıb. Sor nədir şkaplık budur, eləmə, sor. Eləmə.
Adam ondan zaptırırken bir iki kaşık yerdi. Başla gel. Ay Gel, da ne yavaş. işi uzadırıq ay, bunu vaxtında eləsəydin. Yağmur olacaq, cəmaatın toyudur. Biz hər gün gəlib burada bir kvadrat şpabloka vursaydıq, çoxdan işimizi qurtarmışdıq. Arzuman, belə də olmur da sən deyən kimi də. Hər gün gəlib bir kvadrat vur get, bir kvadrat vur get. Ha bu Norum sementini düzəldirik, birləyən, bir kvadrat vurur bu daşlaşır qalır. İstəsəydi yolardı, bildin? Nətər olardı? Bu ev elə şeydir ki, ev təmiri. Bunu optum, götürdün, təhvil ver sonra çıx. Nə optum, görmüşəm də sənin şüküdə optum bu da. Bu yay mənim Beyləqandakı istirahətim burnumdan gəldi. Mənə bax, sən bu yay Beyləqanda istirahət elədin. Hədə babam günün evi orada, haramı düzündə. Doğrudan, qulaq as, bəri gəl söz deyirəm. Sən bir dənə vaxt elə, get bir də istirahət elə. Niyə? O sayılmır. Sizə saymırım. İstedi ora, istedi. Ayda Mariya xanım gələcək indi qışqırdı üstümüzə. O bizimlə iş qurdu ki, biz işdə pul qazanaq, tez ol. Ki gəlsin də Mariya xan, lap yaxşı. Gəlib görəcək ki, gecə saat 1-də iş görürük, deyəcək malades. Nə gecə, bir dənə bu gecə işləmişik də, danışırsan ki. Yaxşı da, bəsdir də Arzuman. O qədər danışdın, səsim dəyişdi mənim əsəbdə. Pul alırıq biz buna görə. Mariya xanım... Zdrasте. Zdrasте, Mariya xanım. Arzu, Nefti, слушай, siz elə evi qurtarmamısınız? Mariya xanım bala-bala işləyib biçirik də. Слушай, какой bala-bala? Siz mənə bala-bala deyə уже burada balalayırsınız ya. Tak şey neyse, mən nə qələt elədim, sizlə iş gördüm, nə qələt elədim. Mən ofis açdım, iş götürdüm, siz ev tikəsiz, və siz neynədiniz? Mən nə qələt elədim, nə qələt elədim? Mariya xanım, Ha. mən sizlə razıyam. Что? Sen mənlə razısan, mən qələt elədim? Yo, qələt elədin, yox. Ha. İşi biz gecikdirmişik, onunla razıyam. Oy, слушай, siz mənimlə musora salmışsınız. Вот şimdi toydu, şimdi gələcəklər. Ne yiyəcək? Mariya xanım bir dənə söz deyim, Ha. bəlkə biz tələsməyik. O söz var idi, tələsən təndirə düşər. Слушай, sen ne danışırsan? Şimdi xəzəyin gəlib bizi təndərə salacağına bura tələsmək lazımdır. Mariya xanım, Ha. birincisi ərsiz adamsan əsəbləşmə. Aha. İkincisi də ki, sənə qurban olan gözəl ayaqlar var. Aha. Üçüncüsü də ki, demirsən toydu bəy gəlin gələcək. Da. Allah onları xoşbaxt eləsin. Xoşbaxt, Ha, xoşbaxt. Amin. Amin, amin, Mariya amin. xanım, indi bax belə eləyək. Demək olar ki, Aha. o tərəfin iş fakultovkası quruyur. Aha. Bayaq çəkmir. Da. Orada bizim çalvarlarımız var köynə. Get giyin, dizlərini qoy yerə. Sən o tərəfdən aboyu başla. Biz də buradan iş fakultovkanı tez-tez vuraq. Gəlsinlər də. Ha, да. Ha, подожди. Ой, Nə deyir? слушай, вокзала gelir. Слушай, gelin. Быстрее, да что-нибудь сделайте, да быстрее, да. Mariya, aboyları gətirdim. Mariya, sənə qurban Хорошо. olam. Korkma, narahat olma. Biraz buralar səliqəsizdir. Evimiz çox gözəldir. Heç belə ürəyini sıxma. Özün görmüsən buranı, heç olmasan. Ustalar işləyib bir gözəl təmir eləyiblər ki. Mən həmdən Avropa stilli evlətdirmişəm səni işi. Novostroykadır bura. Əlbəttə ki, səndən bezməmişəm ki, səni aparım hara gəldi orada pis evlərdə yaşatım. Bax, nə gözəl. Bu nədir? Buna da Mariya xanım, Да. siz elə evi təmirləməmsiniz? Ой, братхан Мелим, вы меня извините. Saxla. А, Nə Muratxan müəllim? Qardaşxan. Я на русском говорю, да. Вот evi qurtaracağıq da. Siz biraz gözləyə bilərsiniz. Mariya xanım, Ha. siz məndən optovoy pul aldınız ki, evi Hə. təmirləyəcəm, mebeli də içində. Aha. Nə qədər gözləmək olar? Hani gözlə. Нефти, вот сколько надо, чтобы... Сколько надо? Skoka nə demək, ötə nə deməkdir? Yəni, nə qədər evi hazır olacaq da? 15 dəqiqə. Ha. Gəlin bacı ilə düşün aşağı bir dənə çayxanada çay üçün. 15 dəqiqədən sonra gəlin ev hazır. Qardaşım, bu nə danışır? 15 dəqiqə hazır olan ev necə olacaq? Gəlin bacı, nə danışıram ki? Narahat olma, sənə qurban olaram. Bax, pəncərələri qəşəng tutacam klokla, qəşəng yeri yurdu silib süpürəcəm, qəşəng döşək atarıq, yatarsınız. Səhər də gəldik tezdən aboyu vurduq, lüsürü vurduq, getdi ömrümüzün axırınacan. Ay dilinə bax, dilinə, əlini qoyub. Qardaşım, rəhbər həmən getdim bax. Qızılgöl. Güzel. Qızılgöl. Qardaş, Mariya xanım. Da. Əgər o qız məndən boşansa, bax sənin başına oynatacağam. Qızılgöl. Oy, Qurban olum getmə. bırak kardeş Melim, Gördün neynədi, mən də gedirəm. gözdə də arzum var. Gəl remont eləyək evi sonra çıxarıq da. Eybi yox, özüm remont eləyərəm. Mənə bax, bu qartal sifətin evi mən niyə remont eləyirəm? Özü remont eləsin də, leşiyə noktayım. Arzum var.
Artıq 2 aydan çoxdur ki, istintaq prosesləri davam edən əvvəllər məhkum olunmuş Neftəliyev Seyfi və Şirvan Şükürovun istintaqa verdikləri ifadələr zamanı məlum olub ki, onlar hətta qonşu qəsəbədəki binaların birinin üstündən su çənini də uğurlayıblar. Yoldaş bir insanı. Deməli hadisə belə olub. Mənə neçə günlərdir bak lazım idi, bak axtarırdım. Hələ günlərin bir günü yolda evə gedəndə fikirləşə gedirdim ki, bakı hardan tapa bilərəm. Elə oldu ki, mənim yolum Krişadan düşdü. Hələ qalxdım Krişaya, bir dənə sağa baxdım, gördüm bir dənə bak. 15 dəqiqə, 20 dəqiqə gözlədim. Sonra ağlandım ki, bak kimi indi heç kimdən xəbər çıxmadı. Hələ götürdüm bakı, düşdüm aşağı apardım. Yoldaş Milyoner, deyirəm ki, yoldaş Milyoner, elə bir ki biz ibrətlə oturub çörək yirdik, elə bir ki çörək yirdik, xırda-xırda yeyib içirdik. Mən buna dedim ki, bakı oğurub satmaq bizə yaraşmaz. Bu yaxşı hərəkət deyil, həm bizi tutarlar, həm də ki bu günahdır. Yəni oğurluq eləmək bizlik deyil. Dedim ki, yəni bizlik deyil. Yəni bildiyim bizlik deyil. Vətəndaş Şirvan. Bəli. Siz bu sözləri bacanağına nə vaxt dediniz? Nə vaxt kafedə oturmuşdunuz? Kafedə deyəm, nə vaxt oturmuşduq, kafedə elə bir ki biz bakı satmışdıq, pulun bölmüşdük, pulun böləndən sonra, yəni bildiyim pulda pul, pulu böləndən sonra çörək yedik, onda dedim. Onda axı çox gec idi. Gərək siz elə o bakı oğurlayan vaxt ona deyərdiniz. Mən də onu deyirəm də, mən də onu deyirəm də. Deyərdiniz ki, bu yaxşı hal deyil də. Yoldaş Milyoner, mən onu ona nətər deyərdim. Deyirəm ki, mən onu ona nətər deyərdim. Elə bir ki, bak çiynimdə gedirəm, bildiyim vaxtda yekə bak, belə aparam. Mən ona desəydim, deyirəm, mən ona desəydim, qonaqlar səsimizi eşidərdilər, gəlib bizi tutardılar. Yəni gəlib belə bildiyim tutardılar da, bizi tutardılar. Ona görə bakı satdıq, yeyib sənə mən ona dedim. Yəni bildiyim dedim, rəsmən dedim ona. Heç də yoldaş polis, otelin hamamında çimirdim. Gördüm sular kəsildi. Və mehrabaya bürünüb, çıxdım görüm nə baş verir burada. Və gördüm bunlar pilləkanla əllərini bakalıb qaçırlar. Mən də mehraba ilə bunları dalınca qaçdığım zaman bunlardan biri mehrabanın üstündən çəkdi və mən qaldım çılpaq. Demək, siz də gördünüz ki, çılpaq qalmışsınız. Ona görə də qayıtdınız oteldəki... Nə otelə qayıtmaq? Düşdüm bunların dalıcan, çata bilmədim. Bunlar taksiyə minib qaçdılar. Bilsən, necə deyim, mən sənə deyim də, indi bu dəqiqə hamı hər bir dənə söz deyə bilər ki, biz nə min baka uğramışıq, baka bab satmışıq. Bir dənə sən mənim bitfasonuma bax, mən ziyalı oğlanam, düz demirəm. Mən baka oğrusuna oxşayıram, hə? Ziyalı deyəndə ki, elə siz bak oğrusuna oxşayırsınız. Yox, əgər mən bak oğrusu olsaydım, mən bakı təzdən aparıb qaytarardım belisinə, yox. Mənim də anam belə doğub da, mən neyniyim, mənim anamın günahıdır o. Axı ev yiyəsi bildirir ki, o bazara gəlib bak almaq istəyəndə, görüb ki, siz onun oğurladığınız bakı satırsınız. O belə deyib, hə? Sən gəlib belə elə də, sən o mənə deyən ki, o qabaqızdan nə deyib sənə, mən də ona uyğun danışım da. İndi biz burada tapbaza oynamırıq ki, sən deyirsən, mən deyirəm, sən deyirsən. Başa düşdün? Yəni bunu uyğunlaşdıraq da bir-birimizlə. Yoldaş Milyoner, deyirəm ki, yoldaş Milyoner, biz elə bir ki, bakı götürdük, apardıq bazara. Bildiyim bazarda bazar. Bazarda bir bakı satırıq. Birdən otelin müdürü bizi gördü. Bir dənə əlinə böyük bıçaq götürdü, dönər bıçağı götürdü. Dönər bıçağı, bildiyin buzunda dönər bıçağı bizi qatdı qabağına. Dönər demişkən yadıma dönər düşdü. Bu yaxınlarda dostlarım mənə apardı Targovya dönər yeməyə. Bildiyin dönərdə dönər yeməyə. Elə bir ki, dönər olmadı, mənə tantuni verdilər. Tantuni o dönərdən acı idi. Bir də ki, toyuq dönəri mənim canımdır. Deyirəm ki, mənim canımdır. Bir dəqiqə. Dönərin yeri deyil. Yox, yeri deyil. Hadisəni danışın, hadisəni. Hadisəni danışın, dönərin yeri deyil. Bəli, dönərin yeri deyil. Hadisə elə bir ki, o dönər bıçağını götürdü, bizi qatdı qabağına, biz qaçdıq, gördük ki, bina var. Bildiyin bina. Yekə bir dənə bina. Girdik içəri belə gördüm, belə baxdım dedim, bir dənə belə baxdım dedim, gördüm otağı var. Girdik otağa, sən demə o rəisin otağıymış, bizi tutdu. Mən onu nə demişəm? Mən onu heç nə deməmişəm. Gəlin. Hə, demək, bakı buradan uğramsınız, hə? Hə, buradan yuxarıdan. Necə uğramsınız, kimə uğrayıb? Necə uğramsınız? Danışın, kimə uğrayıb? Bakı kim götür? Sən uzadırsan, sən. Bilmirsən kim uğrayıb, necə uğrayıb, bilmirsən. Bilirəm. Belə aydın olur ki, bakı oradan uğramaq məqsədilə götürmüşsünüz. Elə görsənirdi, deyirəm elə görsənirdi. Sən yenə asmışsan sandığı, tökmüsən pambığı, qoymuşsan mən bagaja. Yox, mən sandıq deməmişəm, deyirəm sandıq deməmişəm. Nə sandıq? Ay rəis, ay polis, mən sandıq demişəm. Dayan görüm. Siz hələ sandıq doğrulamışsınız. Hə? Yox, mən sandıq deməmişəm. Deyirəm ki, mən bilirsiniz, ümumiyyətlə sandıq oğurlamışıq, ya oğurlamamışıq. Bu iş adəti var ki. Necə ağzıma gələn? Nə danışsan buna? Sən özün ipucu verirsən, sonra mən qalıram orada. Sən dedin ki, sandıq məsələ ipucu. Bu dedi. Bilirsin nə var? İndi mən sizi elə bir yerə aparacam ki, orada ürəyiniz nə qədər istəyir, qırın bir-birini. Düşün qabama. Düşün qabama. Bildiyin mənə nə şəkil var?
Neyini Amli? Uli sen burada neysən? Ay qız, mən gəldim iyidə parfuma, sənin üçün qəşəng özəl ətirdən alam ki, səni şoka salam. Sən də bura gəlsən. Şoka? Hə, mən həmişə iyidə parfum ətirləri vurmuşam da. Sən mənə şoka salacaqsan? Sən məni bir sənə bax şoka sala bilərsən. O zoğal ağrı silsən, nə bilim, tut araqlı silsən. Onları tərqidəndən sonra mən onda şoka düşə bilərəm, hə. Bax, oturduğum yerdə görmən nə deyir? Bax, yadıma gör nə saldı. Mən bir də evə xaladinlikə deyim, gəlirəm. Sponsor İdə Parfümeri. Bir söz dinləndə məni bura niyə gətirmişsən? Hara gedirik? Biz hara gedirik? Ha. Bakı Holiday Travel-ə. Niyə? Ora niyə? Bilmirsən, tut neznan ştoli. Yox. Qarşıdan yeni il gəlir də. Ha. Bakı Holiday Travel qış möcüzəsi adlı turlar təşkil edib dünyanın dörd bir tərəfinə. Ha. Mən də istəyirəm ki, dekabrın 31-nə 3 dənə bilet alım Sankt-Peterburqa, Piterə. Doğrudan 3 dənə? Bə. Onda belə çıxıcı biri mənə, biri özünə, bir də mamaya, hə? Sizə yox, Ha. birin özümə, birin arvadıma, birin də qaynanama, qaynana. Kül sən oğul başı, mamaya niyə almırsan onda? Mama təyyarə götürmür də. Necə götürmürsən, aldın mama minmədi? Çesna, Aa. onda xaraşo. Biri bilet kuplu, biri özümə, biri sənə, biri mamaya. Xaraşo. Allah. İntihası xahiş edirəm. Arvad bilməsin də sonra mənim başımda bir dənə tük qoymaz. Deyər iki maricəyə aparırıq da mamamı. Dekabrın 31-nə. Hədə niyə? Hə, onlar. Sən get, mən də gəlirəm Bakıda Doğrudan. travelə get. Gedirəm. Bakı Holiday Travelə get. Gömbul kırılsa, səni aparım bayram günü. Rus qızlarla şəkilimi çəkim, arvadıma göndərim, əlin atsın sənin boğazından, dilimi tatsın, çıxarsın, sən də bax. Xaraço, gəldim. Sponsor Bakı Holiday Travel. Yaxşı. İyi, oynadıq. Nə oldu ha? Vurmursun? Hani bu yeşə oğlansın. Ha, bir dənə şey başa düşün ki, yiyib içməkdə araq, futbolda penal vurmaq kimi bir şeydir. Gərək bunu tappataraq vurasan. Oturduq ki, bir imkan ver. Yo, elədir. Bax, qulaq. Mənim bir dənə həkim dostum var. Həkim, professordur. Nə uzunluğuna bir dənə kişidir. Mənə deyib ki, quru yemək mədəni püskünə qoyur. Mədəni deşir. Gərək bunu su ilə vurasan. Ha, su da, bu qədər vurasan, yekə olasan. Ay. Siz, keş burada var, bizim Rajok burun dostumuz var burada var. Yiyib içəndə ki, o burnundan tutub oynamağa aparmadım. Nə oldu? Nə, şimdi... Hamlet, mən istəyirəm axı, bir sağlıq deyil. Sağ ol. Bax, bu yaşa gəlib satmırsan, saçın saqqalın ağarıb, amma səndən bu günləri mən yaxşı bir dənə söz eşitdim. Sağ ol. Buyur Hətəm xan, buyur. İstəyirəm, deyirəm ki, bizim bu dostluğumuz əbədi olsun. Bir də saxla. Elə bu da içək dostlarımızın sağlığına. Buradan sonra davam edərsən, ha. Get. Deyirəm sağ ol. Bizən nə getdi, elə bil ki,
Schumacher geldi bana, rallide bak. Gitti. Schumacher. Devam elə, devam elə. Hə, tamam devam elə. O deyirəm ki, Hə. Murat, biz Bəli. heç bir çətinliklərdən qorxan oğlan deyil. Ömür boyu. Liboy Palajenyadan çıxmış. Elə bu içək Luboy Palajenyadan çıxan qardaşların sağ. Qızıl qızıl xırdayı bu. Yox ola mən elə bildim bunlar yeyib səndir. Sən demə bunlar da yeyib sənmiş. Öpürəm. Getdik. Qardaşlarımız nə istəyir göndər ha. Problem yoxdur. Şimdi ürəyinə krevetka verir. Rabim ha, saçaqlı peynir ver. Ver. Deyirəm biz yaxşı gündə bu gün burada oturmuşuqsa. Bəli. Deməli biz pis gündə də bir yerdə olmalıyıq. Sırana bu isə yaxşı günlərimizin sağ ol. Sağ ol. Yanında bir də. Vur. O yavaş, nə olur? Ola bir söz al. Deyirəm ki o. Neydi o bayaqki dostluğun adı? Gəlməyib onun payını bölüşdü. Ver onu. Getdi. Davay bırak. Vurma size. Ne oldu ha? Söz de ha? Ben Jokfor'un yadıma. Sağ olsun. Hala sözün de. Tabi Arap tardı. Memnun. Bak sağ ol. Tardı. Bomboş. Bu ne lan şimdi? Ha, Arak. Atom bombası zat böyle Konovka'ya basın. Gitti düştü denize day olmayacak. Hala bu Arak bu ömür boyu var. Olur. Olacak. Bir de Arak verir. Mənə bax ya. Deyirəm daha bəsdir. Ne bəsdir ha? Bəsdir, gedək biz yavaş. Ne istəyirsən bu vaxtda evə gedər, nə olmuş? Yox, getmək lazımdır, gözləyirlər. Düz deyirəm. Evdə gözləyənimiz var axı bizim komandir gözləyir. Öyle ki oğlansan, arvatdan qorxursan. Vay ha. Hala 5 günlük dünyadır, yiyirik, içirik, dincəlir. Ha. Mənə bir dənə bu yaxınlardan molla dedi ki, bu həyat 5 günlük dünyadır. Sən olsan təzə bilmişəm məndə. Ha, çıxdın söylə, bir dənə 0-11, 06 güp vurdu sənə atlı şeyə. Nə bilim hala, un vermağın qabağına. Hala o görə yiyin üçün, arvatdan qorxmuyor ha. Sözlü düyün arvada. Hərdən deyir. Həmli. Hayca. Əgizdən boşanmısan da. Ona görə qorxmursan. Yoxsa daban 56 fitilləmiş meyvə. Sən deyirəm, mocunun canı deyirəm, mocu. Sən bilsən ki, mən evli olanda da arvatdan qorxmamışam, evli boşananda da arvatdan qorxmamışam. Sözü demək lazımdır. Tütyan. Sən olsan, ötən şov proqram başlayır burada. Sən olsan şov proqram. Kim oxuyacaq? Nə bilim kim oxuyacaq, kim oxuyacaq da mən oxumayacam ki. Şov oxulansa, ki mən gəlir, arağımız gəlir. Balığa uf, nar şarab verərsən, yaxşı. Nar şarab ver, nar sopu ver, nar suyu ver, limon sıx ver, qazlı suyla, quru nane vur üstüne. Hala yiyib sən adamına bunu, etər adamına. Ver onu, ürəyim partladı, ver ondan bir dənə. Uf, bu dəqiqə, balıq qızarmışıyla, şov proqrama baxa-baxa. Nə gedər, uf, elə bil. Ronaldinho qapısı ilə təkbətək çıxır. Sən, yöncüyün ha, araq ver. Keçdiyim bütün yollar qəlbimdən keçib gedir. Gözlərin bu dünyaya sevinməyi öyrədir. Kipriklərinlə qoru, saçlarınla yaşın yar. Amandır yad baxışlar, gözəlliyin daş olar. Ürəyimi yatsam da, öz qəlbimi yatmaram. Ürəyimi yatsam da, öz qəlbimi yatmaram. Sənə olan eşqimi, sənə də alçatmaram. Sənə olan eşqimi, sənə də alçatmaram. Bəh. Deyirəm əcəb oxuyur ha. Oturaq qulaq asaqdır. Deyirəm, hər kimdirsə, səsi adam ürəyinə bal kimi yaxılır. Deyirəm, ay Hamlet, kimdir görəsən bu belə? Mən nə bilim kimdir, müğənnit də oxuyur da, kimdir? Yəqin səsi çıxanlardandır. Ha, bəxtim ölürsün ya. Evə gedir, arvatlarımız bizi gözləyir. Çıxın gedin. Deyirəm ki, bir dəqiqə yanında gedirik. Tezə çıxan da olsa, deyirəm sağlığına yiyəsi də qismət olsun.
Əşiyəsinə qismət deyəndə ki, məncə belə bir gözəlin yaxşı pullu dayıdığı olmamış olmaz. İndi olar olmaz onu da mən bilmirəm. Yaxşı durun, durun, çıxın gəlin, durun. Hara gedirik ki? Mən hələ onun gözəl səsinə görə gül göndərəcəm. Kimə göndərsən ha gül, ona? Ona. Başa düşməmsən, tanımadığın adama günləş göndərsən ha? Tanımıram. Tanış olaram, tanıyaram da. Bir dəqiqə yana, bir dəqiqə yana. Başa düşməmsən, tanımırsan, bilmirsən, xeyr olan gül göndərsən sən. Nə olar ki, göndər. Yox, başa düşməmsən, sən biraz ağırlı ol. Ay qardaşlar, daha verəməyin. Xahiş edirəm, daha verəməyin. Bu mənim birinci çıxışımdır. Hamlet sənsən daha basalan. Hayır, mən sənə deməmişdim ki, müğənniliyin daşına get xarabonda otur. Oturmuram, boşanmışam, əzə verirəm, oxuyuram. Əzə verirsən, əzələ çıxıb orada oxuyursan ki, sən söz atırlar da. Söz atırlar. Adam oxuyanda onun başının üstündən tapanca atırdılar, tapanca atırlar. Yaxşı da. Əzə verib oxuyuram. Yaxşı, tək evə gəl. Əzə verirəm, getmirəm evə, getmirəm. Öz başına sən, getmirəm. Hamlet, al kaşnişyasını. Kızımı hara dartıp aparırsan, hə? Yaxşı görəm, sən bir deyən sən satmırdın, Zebra xala. Heç düşündən məşğula. Bugündən var ha, ulduzu söndü. Getsin otursun xarabasında. Ne gəlin getsin otursun xarabasında, deməli oxumasın, hə? Oxumasın. Restorandan 1000 manat pul almışam, neçə yerdən bek götürmüşəm. Necə yəni oxumasın? Ay sən öləsən, elə! Akdeniz akşamlarım bir başka. Başladı hikayemiz, birimizde görüldü diğerimiz. Orada pişalarda sana yazılır. Dünyanın idarə edilməsi. Ver. Ya o biri sənin kitablardır. Mamaya bir hafta sen bakırsan, bir hafta ben bakırım. Bəs ne oldu? Sen ne danışırsan da şimdi kızın gelin bizi dindire salacak. Maria hanım, əsəbləşmə ərsiz adamsan bu bir. Qurban olaram sənin o gözəl nağalar bunun altında, bu iki. Üçüncüsü de demirsən ki bəy gəlin gəlin, toyları deyil. Allah xoşbaxt deyir. Xoşbaxt oynayarım bundan toyunda. Nağaların altışı yoxsa da, nağaların altışı. Demək düzgün danışam da, onun sözlərinə uyğun danış. Sən mənə qabaqsan bunu dinlə. Dinlə mən bileyim. Orxan gülürsən. Mən onun danışım, tapmaca oynamayaq. Mən deyəcəm, sən deyəcəm. Hə, tamam. Sən deyəsən səhvdir, düzdür. Necə ağzıva gələr, necə ağzıva? İpucu sən verməsən, sonra desən ki, nöşdürürsən. İpucu sən verdin, sandı. Aləmi qaçmışsan, bir-birini. Nədir o? Ha,